Hər vaxtınız xeyir. 30 dərəcə şimal əyiliyində yerləşən Lxasa şəhərinə günorta vaxtı günəş şüalarının düşdüyü ən böyük və ən kiçik bucaqları müəyyən edin. Bu tip məsələləri həll etməkdən ötürü biz ilk növbədə bu məsələnin şərtinə uyğun olaraq sxem çəkirik. Bilirik ki, günəş şimal tropiki və cənub tropiki arasında zenitdə ola bilər. Bu da yerin əyin vəziyyəti ilə bağlıdır. Şimal tropiki 23,5 dərəcə şimal enliyi, cənub tropiki də 23,5 dərəcə cənub enliyində yerləşir və şərtə uyğun olaraq şəkildə 30 dərəcə şimal enliyi də göstərilib. Və deyir ki, bizə deyir ki, ən böyük bucaqla 30 dərəcə şimal enliyindən nə qədər düşər? Ən böyük bucağı tapanda biz gördüyümüz kimi günəş maksimum 30 dərəcə şimal enliyinə 23,5 dərəcə şimal enliyində olanda yaxın olur. O səbəbdən biz 30 dərəcə ilə 23,5 dərəcə şimal enliyi arasındakı dərəcə fərqini tapanda 30-dan 23,5-i çıxırıq, eləyir 6,5 və bilirik ki, günəşin maksimum düşmə bucağı 90 dərəcədir. Və aldığımız həmin 6,5 dərəcəni də 90 dərəcədən çıxırıq və eləyir 83,5 dərəcə. Deməli, maksimum düşmə bucağı 83,5 dərəcədir 30 dərəcə şimal enliyinə. Minimum düşmə bucağı, yəni ən kiçik düşmə bucağı isə günəş 30 dərəcə şimal enliyindən ən uzaqda 23,5 dərəcə cənub enliyində zenitdə olanda olur və biri şimal enliyi, biri cənub enliyi olanda dərəcələr toplanılır. 30 dərəcə ilə 23,5 dərəcə cənub enliyini toplananda 53,5 eləyir və yenidən maksimum düşmə bucağı 90 dərəcədir. 90 dərəcədən biz 53,5 dərəcəni çıxacağıq və cavab eləyəcək 36,5 dərəcə. Cavabımız B bəndi.